Gününüz nura boyansın. Çox hörmətli ANSMB mediasının izləyiciləri. Sizlərlə bu dəfə ANSMB tribunası verilişinin həftənin yekunları rubrikasındayıq. Azəri Neytral Sərt Millətsevərlər Birliyinin ideoloji katibi Sərraf Azəri bəy yenə də mikrofon önündədir. Hörmətli izləyicilər, bildirdiyimiz kimi sizlərlə görüşümüz həftənin sonuncu, yəni bazar gününə təsadüf eləyir. Ona görə də bax bu həftə ərzində dünyada, planetdə baş verən ən mühüm aktual siyasi hadisələrə bir daha nəzər yetirəcəyik və kompleks halında onların ən mühümlərinin mahiyyətini, siyasi mahiyyətini qabardacağıq. Onlar üzrə şərhlər verəcəyik. Bu baxımdan, bax dünən, həftənin şənbə günü planetdə elə faktlar qeydə alındı ki, elə hadisələr oldu ki, onlarsız həftənin digər hadisələrinə keçid eləmək mümkün deyil. Bu xüsusilə təbii ki, Cənubi Asiya regionuna aiddir. Çünki bildiyiniz kimi Cənubi Asiyada közərmiş və alovlanma həddinə, müharibə səviyyəsinə keçmiş qarşıdurma var idi. 2 həftədir ki, bildiyiniz kimi, 2 nüvə dövləti böyük müharibə həddində balans eləyirdilər. Söhbət Hindistan və Pakistandan gedir. Şənbəyə keçən gecə görsənə bilərdi ki, münaqişə ocağının alovlanması qaçılmazdı. Ancaq gündüz hər şey birdən-birə dəyişdi. Hindistan vaxtı ilə saat 17:00-da, Moskva vaxtı ilə 3-ün yarısında, Bakı vaxtı ilə isə 2-nin yarısında hər iki tərəf havada, quruda və suda hərbi əməliyyatların dayandırılmasına məsul oldular. Nail olunmuş müqavilənin təfərrüatları barədə heç bir məlumat verilmir. Ancaq bilinən odur ki, ona Vaşinqtonun vasitəçiliyi ilə nail olunub. Bir halda ki, Hindistan-Pakistan münaqişəsindən söhbət elədik, gərək bax onun tarixçəsinə bir nəzər yetirək. Belə ki, 2025-ci il aprel ayının 22-sində Kəşmir ştatının turistik Bahalqam rayonunda 26 nəfər şəxs qətlə yetirildi. Qanlı insident baş verdi. Hindistan tərəfi bu insidentdə İslam fundamentalistlərini təqsirləndirdi. Buna görə də Pakistanın əleyhinə Sindura adlı hərbi əməliyyata başladı. Ancaq Hindistanın bu hərbi əməliyyatı heç də uğurla nəticələnə bilmədi. Belə ki, Pakistan tərəfi Hindistana məxsus olan 5 qırıcı təyyarəni vurdu. Əlbəttə, Hindistanın həmin təyyarələri isə özünün istehsalı deyildi, Frans istehsalı olan Rafal tipli qırıcı təyyarələr idi. Və həmin təyyarələri Pakistan hərbi qüvvələri Çindən aldıqları G-10C tipli qırıcı təyyarə vasitəsilə vurdular. Bundan sonra vəziyyət daha da gərginləşdi. Gərginliyin intensivliyi daha da yüksəldi. Hindistan tərəfi Pakistan ərazisindəki məscidləri vurmağa başladı. Bildiyiniz kimi, Pakistanın rəsmi adında qeyd olunur. Pakistan İslam Respublikası. Bu baxımdan din həmin ölkənin çox həssas tərəfidir. Elə buna cavab olaraq Pakistan əks hücum hərəkətlərinə başladı. Hindistanın 210 hərbi obyektini bombaladı və Pakistan bu hərbi əməliyyatlarda da uğur əldə elədi. Müvəffəqiyyətlə onları yerinə yetirdi. Bundan sonra isə vəziyyət daha yüksək xətlə gərginliyə doğru gedirdi. Və həmin hadisələr bir sıra məsələləri də üzə çıxardı. Belə ki, məlum oldu ki, sən demə Hindistan-Pakistan qarşıdurmasında açar
Çinin əlindəymiş. Çin də təbii ki, şimal-şərq tərəfdən Pakistanla qonşu olan bir dövlətdir və araşdırmaçılar, hərbi təhlilçilər üzə çıxardılar ki, son 5 il ərzində Pakistanın aldığı hərbi silahların, aldığı yəni hərbi məhsulların 81%-i Çinin payına düşürmüş. Və bir məsələni də biz burada unutmamalıyıq, heç vaxt nəzərdən qaçırmamalıyıq ki, Çinlə Hindistan bir təşkilatda təmsil olunurlar, BRICS təşkilatında. Ancaq buna baxmayaraq Çin Hindistana deyil, Pakistana köməklik göstərir. Silahlarını Pakistana satır. Hindistan tərəfi isə təbii ki, İsraildən silahlar alır. İsraildən onun aldığı harop silahları da təbii ki, medianın diqqətində oldu, medianın diqqət mərkəzində saxlanıldı. Ümumiyyətlə, bu məsələ çox ciddi bir məsələdir Cənubi Asiya nöqteyi nəzərindən. Çünki Hindistan dünyanın ən böyük dövlətlərindən biridir. Onun sahəsi 3.287.263 kvadrat kilometrdir. Öz sahəsinə görə Hindistan dünyada 7-ci yeri tutur. Əhalisinin sayına görə isə 1-ci yeri tutur dünyada. Hindistanın əhalisinin sayı 1 milyard 400 milyondan yuxarıdır. Yəni, bax, bununla dünyada ən nəhəng bir dövlət ki, əhali nöqteyi nəzərindən, ancaq əhali nöqteyi nəzərindən çox nəhəng bir dövlətdir. Yəni, Hindistan, eyni zamanda Hindistan hələ quru sərhəddi ilə 6 ölkə ilə qonşudur. Misal üçün, o ölkələr hansılardır? Pakistan, deməli, Nepal, Çin, Bhutan, Bangladeş, yəni bu ölkələr var onların sırasında. Onun quru sərhəddi var, məsələn, su sərhəddi var, daha doğrusu su sərhəddindən Hindistan Maldiv adalarıyla, Şri Lanka'la, İndoneziyanla qonşudur. Yəni, bax, belə bir nəhəng, belə, necə deyirlər, mövqeyi olan bir dövlətdir Hindistan dövləti. Eyni zamanda Pakistanın özünü götürək. Pakistan cənub tərəfdən Oman körfəzi ilə, Ərəbistan dənizi ilə əhatələnir. O şərq tərəfdən Hindistanla qonşudur, qərbdən Əfqanistanla qonşudur, cənub-qərbdən İranla qonşudur, şimal-şərqdən isə təbii ki, Çinlə qonşudur. Bax, həm də burada bir məsələ var ki, qeyd elədiyim kimi, Pakistan İslam dövlətidir və Pakistanın nüvə silahı var. Eyni zamanda Hindistanın da nüvə silahı var. Bu nüvə silahları isə təbii ki, bəşəriyyəti təhdid edən silahlardır. Bu baxımdan həmin, yəni müvəqqəti də olsa, indi bilmirik də bu razılıq müvəqqəti razılıqdır, yoxsa çox möhkəm təməllər üzərində olan razılıqdır. Çünki detallar barədə heç də dəqiq məlumat verilməyib. Ancaq buna baxmayaraq yenə də neçə gün olarsa dinçlik günü planet üçün qənimətdir. Və biz təbii ki, bu münaqişədən danışarkən digər bir münaqişəni də unutmamalıyıq ki, bu münaqişə də Avrasiyada alovlanır və bütün Avrasiyanı təhdid eləyir. O isə Ukrayna və Rusiya arasında gedən müharibədir. Həftə ərzində Rusiya Ukraynanın Xarkov şəhərini bombaladı, Odessa vilayətini bombaladı, müxtəlif yaşayış məntəqələrinə zərbələr endirdi, hava zərbələri endirdi, ölənlər oldu, yaralananlar oldu. Eyni zamanda Ukraynada öz növbəsində obrazlı desək, Rusiyanın bütün səmasını zərbə dronları ilə dırnaqarası bəzədi və bu Rusiyanın ürəyi, paytaxtı olan Moskvanın bir neçə hava limanında böhran yaratdı. Hava limanları öz işlərini, fəaliyyətlərini müvəqqəti də olsa dayandırmalı oldular. Bax, bu həftə ərzində baş verən Ukrayna ilə Rusiya arasındakı müharibənin nəticələridir.
Deməli, yenə bax, indi dünən həftənin şənbə günü başqa bir məlumat da var. Təbii ki, bu biz kütləvi informasiya vasitələrindən, beynəlxalq təyinatlı kütləvi informasiya vasitələrindən bu məlumatları almışıq. Bildirilir ki, Avropa Moskvanı susmağa necə məcbur etməyi müzakirə eləyir. Kiyev qərarlar koalisiyasını qarşılayıb. Friedrich Merz, Donald Tusk, Keir Starmer və Emmanuel Macron Kiyevə gəliblər. Bu, Ukraynada həqiqətən ədalətli atəşkəsin əldə edilməsi ideyasını fəal irəli sürən qərarlı ölkələrin ilk görüşüdür. Kiyevdə ilk dəfədir ki, eyni zamanda bu qədər ölkənin lideri var. Emmanuel Macron deyib, bizim Amerika Birləşmiş Ştatları ilə birgə irəli sürdüyümüz bu təklifi Ukrayna hələ martın 11-də qəbul eləmişdi. Rusiya isə şərt qoyaraq onu deməli ləngitməklə zaman udub işğalçı müharibəsini davam elətdirir. Görüş ərəfəsində Macron həm də bəyan eləyib ki, Varşavaya qarşı təcavüz olacağı halda Paris sayılı günlərdə öz qoşunlarını Polşa ərazisində yerləşdirməyə hazırdır. Fransa, Almaniya, Polşa və Böyük Britaniya gələcək atəşkəsə riayət olunmasını izləmək və Rusiyanı yeni təcavüzlərdən çəkindirmək məqsədi ilə beynəlxalq missiya göndərilməsi məsələsini də müzakirə ediblər. Ancaq Kiyevə səfərin başlıca məqsədi stratejidir. Avropa təhlükəsizliyinin anti-Putin arxitekturasının özəyini formalaşdırmaqdır. Yəni, belə bildirirlər. Ancaq, bax, bugün məlumat daxil olub bizim büromuza ki, Putin bu şəxslərin, Avropanın mötəbər şəxslərin, dövlətlərinin rəhbərlərinin təkliflərinə ultimatumla cavab verib. O xatırladıb ki, 2022-ci ildə İstanbulda razılaşma əldə olunmuşdu. O razılaşma sonradan pozuldu. Mən təklif edirəm ki, həmin pozulmuş razılaşmaya qayıdaq və sülh danışıqları onun əsasında aparılsın. Avropa tərəfi isə təbii ki, bunu ilə razı deyil. O, məhz indiki vəziyyətlə əsaslanmaqla, indiki hal üzrə 30 günlük atəşkəsi təklif eləyir. Və Vladimir Putin unutmayaq ki, eldili ilə desək, köhnə qurtdur. Necə deyərlər, KGB-şnikdir eldili ilə desək, hadisələrin daxili təfərrüatlarını, daxili nüanslarını çox gözəl bilir. Elə ona görə də Putin Avropalılara xatırladıb ki, siz təbii ki, zahirən özünüzü sülhpərvər kimi göstərsəniz də, əslində istəyirsiniz ki, müharibə daha da davam eləsin. Bundan ötürü vaxt udmaq istəyirsiniz. 30 gün müddəti ərzində Ukraynanı daha yaxşı silahlandırmaq istəyirsiniz. Müxtəlif müharibə senaryoları cızmaq istəyirsiniz. Yəni, Putin bunları çox gözəl bildiyini xatırladıb onlara. Bir daha təkrar eləyirəm. Rusiya prezidenti təklif eləyib ki, İstanbul danışıqlarına qayıdılsın və sülh danışıqları onun bazasında aparılsın. Bu baxımdan həftə ərzində biz CNN kanalından, eləcə də digər nüfuzlu kanallardan xəbərlər alırdıq, hörmətli izləyicilər. Orada belə bir fikir də səslənirdi ki, Amerika prezidenti Donald Trump bildirib ki, Ukrayna-Rusiya müharibəsi, daha doğrusu, onun yuxusunu ərşə çəkib. Və o həm də onu da söyləyib ki, Putin çox çətin adamdır. Onu ilə danışmaq çox çətindir. Təbii ki, Donald Trump'ın bu sözlərində nə meydana çıxır, nə təzahür olunur? El dili ilə desək, yəni Putin qoyun deyil. Ona görə də tovlamaq olmur. O hadisələrin mahiyyətini çox gözəl bilir. Və son faktlar, son hadisələr, son hərbi hərəkətlər də göstərir ki, Rusiya həqiqətən də hərbi cəhətdən nəinki zəifləyib, öz qüdrətini daha da artırıb. Bax, bu faktör özü Qərbi Avropa və Amerika tərəfini olduqca
narahat eləyir. Rusiyadan danışmışkən həftəmizin mühüm hadisələrindən biri də faşizm üzərində qələbənin 80 illiyi münasibəti ilə Qızıl Meydanda keçirilən təntənəli parad oldu. Həmin parad dünya mediasının diqqət mərkəzində oldu. Bu paradda bir sıra xarici dövlətlərin dövlət başçıları iştirak elədilər ki, onların sırasında bir nəfər xüsusilə müzakirə obyektidir. Bu, Çinin dövlət başçısı Xi Jinping'dir. Medialarda qeyd olunur ki, Xi Jinping tribunada Vladimir Putinlə yanaşı dayandı. Paradı Vladimir Putin və Xi Jinping bərabər qəbul elədilər. Və istehza ilə söylənilir ki, mediada Lukashenko, Belarusya prezidenti, Putinin ən yaxın dostu isə tribunada ola bilmədi. O parada oğlu Kolya ilə bərabər gəlmişdi, ancaq o da tribunada olmadı. Putin tribunada qeyd elədiyim kimi yalnız Xi Jinpinglə bərabər paradı qəbul elədi. Və iki fakta var burada. Serbiyanın dövlət başçısı Vučićin gəlişində təbii ki, problem yaranmışdı. Səbəb isə o idi ki, Pribaltika ölkələri öz hava məkanını onun üzünə bağladılar. Buna görə də Vučićin təyyarəsi Bakıda yerə enməli oldu və o Bakıdan Moskvaya uçdu. Eyni zamanda Slovakiyanın baş naziri ilə də bağlı fakt var, Fico ilə bağlı. Fico'nun da Moskvaya uçuşuna Pribaltika ölkələri maneə yaratdılar. Ancaq o özünü Qızıl Meydana çatdırdı və Pribaltika ölkələrini tənqid elədi. Bax, bu parad mövzusundan danışarkən onu da nəzərdən qaçırmayaq ki, bizim prezident də, yəni İlham Əliyev də həftə ərzində dünya mediasının, necə deyərlər, diqqət mərkəzində oldu. Nəyə görə? Çünki İlham Əliyev paradda iştirak eləməkdən imtina elədi. Hətta Ukraynalı jurnalist Uzlovaya müsahibə verən bir Rus jurnalist, əlbəttə müxalif yönümlü jurnalist o, bildirdi ki, Moskva İlham Əliyevi öz tərəfinə çox çəkməyə can atdı, missionerlər göndərdi, ona Matviyenkonun adını xüsusilə çəkirlər. Ancaq İlham Əliyev mövqeyindən dönmədi. Azal təyyarəsinin vurulması ilə bağlı inandırıcı məlumat tələb elədi Rusiya tərəfindən. Rusiya tərəfi isə bizim prezidentə inandırıcı cavab vermədi. Və buna görə də İlham Əliyev öz mövqeyini ortaya qoydu. Həmin paradda iştirak eləmədi. İlham Əliyev özü təbii ki, paradda iştirak eləməsə də Azərbaycan ordusunun əskərləri, Azərbaycan silahlı qüvvələrinin əskərləri paradda meydandan keçdilər, təntənəli üzr istəyirəm, surətdə meydandan keçdilər və bunu Paşinyan da gördü. Lovğa Paşinyan da bunu gördü. Təbii ki, xəcalət də çəkdi. İlham Əliyev digər bir addımı ilə də həftə ərzində dünya mediasının deməli diqqət mərkəzində oldu. O nədir? İlham Əliyev ayın 10-unda, yəni dünən, şənbə günü, atasının ad günündə Qarabağda oldu. Ağdamda bir sıra möhtəşəm açılışlara imza atdı. O, Kəngərli kəndinin açılışında iştirak elədi. Ağdam Muğam mərkəzinin açılışında iştirak elədi və digər bu kimi mühüm, aktual xarakterli açılışlarda bir prezident olaraq, dövlət başçısı olaraq iştirak elədi və İlham Əliyevin xalqla birliyi medianın diqqət mərkəzində oldu. İlham xalq birliyi özünü faktiki sübutlarla təsdiq elədi. Bütün bunlar təbii ki, üzağardan faktlardır. Bunu heç şübhəsiz ki, Rusiya mediası da qeyd
edir. Həftə ərzində heç şübhəsiz ki, mühüm hadisələr çox oldu. Onlardan biri də Almaniyanın yeni kansleri Friedrich Merz'in fəaliyyətə başlaması oldu. Friedrich Merz təkrar seçkilərdə qalib gəldi və artıq Almaniya dövlətinin sükanı arxasına keçdi. O ilk xarici səfərini isə Fransaya etdi və orada bir sıra bəyanatlar verdi. O bəyanatlarda göstərdi ki, onun portfelində Ukrayna münaqişəsi, Donald Trump'ın siyasəti, bax bunlar əsas yer tutur. Yeni Alman kansleri bu istiqamətdə müəyyən proqramlı fəaliyyət həyata keçirəcək. Deməli, onu söylədi. Həftənin mühüm hadisələri içərisində yaxın şərqdə cəryan edən hadisələr də mühüm yer tutdu. Bu barədə biz İsrailin Nariya radiosundan məlumatlar alırdıq. Orada bildirildi ki, deməli, Husitlər Yəməndən İsrailin mühüm hava limanı olan Ben Gurion'a raket atdılar. Raket 4 əks hava hücumundan müdafiə sistemini keçərək Ben Gurion hava limanına düşə bildi. Bu isə İsrailli generalları, İsrailin təhlükəsizliyinə cavabdeh olan şəxsləri çox narahat etdi və onlar da təbii ki, cavab tədbirləri gördülər və Yemənin hava limanını vurdular. İsrailin Nariya radiosundan həftə ərzində aldığımız məlumatlar içərisində İslam İnqilabı, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun başçısı Hüseyn Salaminin bəyanatı mı deyək, yəni ki, belə loğa çıxışı mı deyək, diqqəti cəlb elədi. O bildirdi ki, əgər İsrail və Amerika İrana qarşı hücum etmək fikrinə düşərsə, biz onların üzünə cəhənnəmin qapılarını açacağıq. Bax, bu İranlı hərbiçinin fikri də dünya mediasının diqqət mərkəzində oldu. Bu fikir müxtəlif politoloqlar tərəfindən, şərhçilər tərəfindən təhlil olundu. Həftə ərzində baş verən siyasi hadisələr içərisində Macarıstan-Ukrayna münasibətlərinin gərginləşməsi faktı da diqqəti cəlb elədi. Belə ki, əvvəl Ukrayna Macarıstanı günahlandırdı ki, o ölkənin ərazisində hərbi kəşfiyyat şəbəkəsi yaradıb və Ukrayna əleyhinə fəaliyyətlə məşğuldur. Sonra isə buna cavab olaraq Macarıstan da addım atdı. Macarıstan da öz növbəsində bildirdi ki, Ukraynanın səfirliyində diplomat adı altında sən demə casuslar fəaliyyət göstərilmiş və Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Siarto bu barədə çıxış elədi kəskin bir tərzdə və bildirdi ki, biz onları ölkədən xaric eləmişik. Casus, yəni diplomat adı ilə fəaliyyət göstərən casus şəxsləri ölkədən xaric eləmişik və Siarto onu da xatırlatdı ki, Ukrayna unutmamalıdır ki, onun Avropa İttifaqına gedən yolu Macarıstandan keçir. Çünki Macar xalqı əgər buna yox desə, Ukrayna üçün yaşıl işıq yanmayacaqdır. Təbii ki, həftə ərzində baş verən hadisələr içərisində Yeni Roma papasının seçilməsi də diqqəti cəlb elədi. Yeni Roma papası Amerikada doğulmuş bir şəxsdir, Preva. Yəni o ancaq Roma papası olduqdan sonra ona şir ləqəbi də verildi. Yeni Roma papası da bu həftə çıxış elədi. Dünya ictimaiyyətinə bildirdi ki, münaqişələrin həlli üçün həmrəylik lazımdır. Yəni sözdə necə deyirlər, sülhə çağırır. Təbii ki, bu belə də olmalıdır. Sözdə sülhə çağırır. Ancaq əməldə indi bilinmir ki, hansı məqsədi güdür, hansı niyyəti güdür. Həftə ərzində qeydə alınan faktlar sırasında bir fakta diqqəti cəlb elədi. Bu 1972-ci ildə deməli Sovet İttifaqı tərəfindən
buraxılmış Sovet İttifaqı tərəfindən təbii ki, kosmosa buraxılmış bir modul stansiyası ilə bağlıdır. Belə ki, Kosmos 482 adlı modul stansiyası Venera planetinə buraxılıb. O zaman ancaq bildirildiyinə görə o yerin orbitində ilişib qalıbmış. İndi həmin o modul stansiyasının yerə düşmə prosesi gedir və bunu media orqanlarında təhlükəli hal kimi də şərh elədilər, həyəcan da yaratdılar. Ancaq dünən alınan məlumata görə həmin modul stansiyası artıq Hind okeanına düşüb. Təbii ki, həftəmiz bu hadisələrlə çox zəngin oldu. Bir məsələni də unutmayaq biz, həftə ərzində baş vermiş hadisələr, qeydə alınmış faktlar sırasında Türkiyədəki məsələ, çünki Türkiyənin böyük müxalifət partiyalarından birinin rəhbəri var, bildiyiniz kimi Özgür Özəl, ona qarşı yumruqla hücum edildi. Bu faktı dünya mediası müxtəlif rakurslardan şərh elədi. Bu fakt üzrə müxtəlif rəylər söylənildi. Erdoğanın daxili, xarici siyasəti tənqid olundu, onun diktator olduğu bildirildi. Bax, bu da deməli həftənin hadisələri içərisində özünə məxsus yer tutan faktlardan biridir. Əlbəttə, sabah yeni həftə başlayacaq, həftənin birinci günü olacaq sabah. ANSMB mediası isə dünyada cəryan edən hadisələri izləməkdə davam eləyəcək. Ona görə də gözləriniz və qulaqlarınız ANSMB mediasında olsun. Biz həftə ərzində dünyada baş vermiş hadisələr barədə sizlərə operativ, dəqiq, qərəzsiz, vicdanlı məlumatlar verəcəyik. Onu da xatırladım ki, hörmətli izləyicilər, ANSMB mediası çox müxtəlif istiqamətli fəaliyyət göstərən bir mediadır. Bizim medianın rus dilində qanadı da var. ANSMB media mərkəzinin rus dilində verilişlər redaksiyasının departamentinin rəhbəri var, Rafaela xanım Həsənova. Rafaela xanım dünyada baş verən hadisələrlə bağlı, aktual mövzularla bağlı tez-tez verilişlər hazırlayır. Təbii ki, rus dilində. Dəvət edirəm ki, siz o verilişlərə də baxasınız. Eyni zamanda Er adlı bizim siyasi profilli, siyasi təmayüllü rus dilində verilişimiz də var. Ona da baxmağa sizləri çağırıram. Və bizim inşallah ingiliscə qanadımız da hazırlanacaq. Ümumiyyətlə, hazırda ANSMB Media Qurumunun yeni binasında son tamamlanma işləri gedir. Yeni bina tikilib. Yəni bu bina inşallah yaxın zamanlarda ANSMB-çilərin ixtiyarına veriləcək. Növbəti həftə ərzində biz oradan çəkilişlər də eləyəcəyik. Əyani, yəni televiziya çəkilişləri də olacaq. Siz baxacaqsınız. Bizim ANSMB Media Qurumu necə bir qurumdur? Yəni ANSMB Media Qurumu çox ciddi bir qurumdur. Siz onu bizim növbəti həftə ərzindəki televiziya çəkilişlərimizdə də görəcəksiniz. Nəysə, necə deyərlər, yaşarıq, görərik. Hələlik bu qədər, görüşərik.